Salamlar dəyərli dostlar. Bu qısa paylaşımda maraqlı bir tarixi roman haqqında məlumata diqqətinizə təqdim edəcəm. Əlbəttə ki, oxuyanlar artıq var. Söhbət Məhəmməd Əsəd bəyin 2-ci Nikolay başlıqlı romanından gedir. Roman 1935-ci ildə Berlində alman dilində nəşr etdirilib. Sovet İttifaqında bəlli səbəblərdən, yəni 2-ci Nikolaya həsr olunduğu üçün qadağan olunan kitablar siyahısında idi. Və məndəki nüsxəsi 2013-cü ildə Qafqaz nəşriyyatı tərəfindən rus dilinə tərcümə edilərək dərc olunub. Azərbaycan dilinə tərcümə olunub-olunmaması barədə məlumatım yoxdur. Və dövrün tarixi hadisə və proseslərini araşdırmaq, tədqiq etmək, öyrənmək üçün kifayət qədər maraqlı bir mənbədir. Əlbəttə ki, romanı oxusaz, proses boyu bir çox tarixi faktlarla, habelə müəllifin obyektiv və subyektiv yanaşmalarından tanış olacaqsınız. Və mən də kitabdan, romandan bir neçə sətri diqqətinizə çatdırıram rus dilində, amma təbii ki, azərbaycanlı aksenti ilə. Медленно и торжественно ехал царь к Петровскому дворцу. Жители Москвы опускались перед ним на колени. Металлические звуки императорского гимна сотрясали воздух. Впервые новый царь появился в составе праздничной процессии в древней столице Романовых. Лицо самодержца всей Руси было преисполнено великодушия и милосердия. Hələlik.